Mən Şamaxı rayonunun sakini Bəkirov Adil Kazımoğlu. Mən burada müraciətim hörmətli cənab prezidentədir. Möhtərəm cənab prezident, müraciət etməyimin səbəbi işsizliklə bağlıdır. Həqiqətən də vəziyyət çox çətindir. Mən dəfələrlə sizə müraciət etməyimə baxmayaraq bizim şikayətlərimiz sizə gedib çatmır. Dəfələrlə məktub göndərmişəm. Çox təəssüf ki, bizim məktublarımız sizə gedib çatmır. Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim vətəndaşları nəzərə alaraq bizi işlə təmin edəsiniz. Möhtərəm cənab prezident, dəfələrlə mən Şamaxı şəhər İcra Hakimiyyətinin qəbulunda olmuşam. Çox təəssüf ki, hələ mənim şikayətlərim təmin edilmir. Bizim şikayətlərimiz baxılmır. Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim kimi vətəndaşları nəzərə alaraq işlə təmin etməyinizi sizdən xahiş edirəm. Sosial alırdım, sosialım kəsildi. Yoldaşım işdən çıxartdılar. Çox təəssüf ki, dolanacaq çox çətindir. Sizdən xahiş edirəm, bölgələrdə iş yerləri yaradılsın. Bizim kimi insanlar işlə təmin olunmasında köməklik göstərəsiniz. Çox çətindir dolanacaq. Hal-hazırda kommunal ödəyə bilmirik, işıq pulu ödəyə bilmirik, digər ehtiyacımız olan şeyləri ödəyə bilmirik. Sizdən xahiş edirəm, bir vətəndaş olaraq bizim şikayətlərimiz təmin olunsun, bizə köməklik göstərsin. Bir daha sizə təşəkkür edirəm.